19 iyun bazar ertəsi gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiya Federasiyasının Nijni Novgorod vilayətindəki Savaseyka aerodromuna hücum edib. Nəticədə 2 təyyarə vurulub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayır. Qeyd olunur ki, aerodrom Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri tərəfindən Ukrayna Müdafiə Qüvvələrinin digər komponentləri ilə birlikdə hücuma məruz qalıb. Baş qərargah Rusiya işğalçılarının Savaseykadan Ukrayna ərazisinə hücumlar həyata keçirmək üçün istifadə etdiklərini xatırladıb. Xüsusilə Kijal aerobalistik raketlərini daşıyan MiG-31K qırıcıları bu aerodromdan müntəzəm olaraq havaya qalxır. Baş qərargahın ilkin məlumatlarına görə aerodromda 2 düşmən təyyarəsi vurulub. Bunlar ehtimal ki, MiG-31 və Su-34 təyyarələr olub. Baş qərargah həmçinin döyüş əməliyyatlarının nəticələrinin dəqiqləşdirildiyini əlavə edib. Ukrayna tərəfinin məlumatına görə, Ukraynadakı hədəflərə qarşı istifadə olunan Kijal raketləri ilə təchiz olunmuş MiG-31K qırıcıları bu aerodromdan havaya qalxır. 2024-cü ilin avqustunda Baş Kəşfiyyat İdarəsinin pilotsuz təyyarələri Savaseyka hərbi aerodromunda 3 Rusiya təyyarəsini məhv edib və 5-nə ziyan vurub. Hücum Ukrayna Təhlükəsizlik Xidməti və Müdafiə Qüvvələri Silahlı Qüvvələr, Xüsusi Əməliyyat Qüvvələri, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Mərkəzi, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Silahlı Qüvvələrin digər qolları tərəfindən təşkil edilib. Və mənbələri təsdiqləyir ki, bu Rusların cəbhə xəttindəki və Ukrayna şəhərlərinə kap zərbələri endirmək üçün bu aeroportlardan istifadə etməsinin qarşısını almaq üçün xüsusi planlaşdırılmış əməliyyat olub. Savaseykadan Ukrayna sərhədinə qədər olan məsafə Google xəritələrə görə təxminən 660 kilometrdir. Qeyd olunur ki, Rusiya təcavüzkarı Savaseykadan Ukrayna ərazisinə zərbələri endirmək üçün istifadə edir. Xüsusilə Kijal aerobalistik raketlərinin daşıyıcısı olan MiG-31K qırıcıları bu hərbi obyektdən müntəzəm olaraq havaya qalxır. Зараза, стреляет. Вон он. На нахуй! Еба! Еба! Снег, ты что-то там навернешь? Ukrayna Təhlükəsizlik Xidməti bir sıra uğurlu xüsusi əməliyyatlar həyata keçirib. Bu zaman Rusiya aerodromlarında təyyarələr məhv edilib və Krım körpüsünə zərər vurulub. Bu xüsusi əməliyyatlar artıq dünya kəşfiyyat tarixinin ən parlaq əməliyyatları adlandırılıb. Bəs bu cür əməliyyatlar işğal olunmuş və ya Rusiya ərazisində davam edəcəkmi? Əgər davam etsə, növbəti hədəf nə ola bilər? Teleqraf bu sualla süni intellektə müraciət edib. Ukrayna Təhlükəsizlik Xidmətinin və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əvvəlki addımlarına əsaslanıb. Onların fəaliyyəti istiqaməti Rusiya hərbi maşınının strateji obyektləridir. Ən ehtimal olunan hədəflərdən biri Donbası və Mariupola aparan əsas təchizat yollarının keçdiyi Rostov vilayətindəki körpülərdir. Xüsusilə Azov və ya Taqarok yaxınlığındakı Don çayı üzərindəki keçidlər zəif nöqtələr sayılır. İkinci prioritet isə Ural və Tatarstandakı hərbi zavodlar və anbarlar ola bilər. Söhbət Kazan, Yekaterinburg və Nijni Novgorodda yerləşən raket, dron və sursat istehsal edən müəssisələrdən gedir. Bu obyektlərə hücumlar Rusiya müdafiə sənayesinin istehsal qabiliyyətini zəiflədə bilər. Üçüncü mümkün hədəf isə Voronezh və Krasnodar diyarındakı hava hücumundan müdafiə koordinasiya mərkəzləridir. Pantres, S-400 sistemləri və idarəetmə radarlarının məhv edilməsi növbəti əməliyyatlar üçün pəncərələr yaradacaq. Bu, Ukrayna qüvvələrinin hava məkanında daha effektiv fəaliyyətinə imkan verəcək. Süni intellektin fikrincə, simvolik əhəmiyyətli obyektlərə də hücum ehtimalı var. Məsələn, Sevastopoldakı Qara Dəniz Donanması qərargahı və ya sərhəd bölgələrindəki federal təhlükəsizlik mərkəzləri belə addımlar Rusiya strukturlarına güclü demoralizasiya təsiri göstərə bilər.
İskre, lakin mümkün hədəflər arasında Çat logistika bazalarını, xüsusilə Kursk atom elektrik stansiyası yaxınlığındakı Kurchatov ətrafını və nüvə yanacağının daşınma marşrutlarını qeyd edib. Eyni zamanda Rusiyalı təbliğatçılara və yasaqda referendumların təşkilatçılarına qarşı dəqiq hücumlar da işğalçı hakimiyyətə mənəvi zərbə vura bilər.